Salam uşaqlar. Misir mövzusuna aid və Şumerlər mövzusuna aid testlərin izahına başlayaq. Birinci test, qədim Misirə aid deyil. Fif paytaxt şəhər olması bu aiddir. Yazı materialı kimi papirusdan istifadə olması aiddir. İlk dəfə sıfır rəqəminin tətbiq edilməsi aid deyil, çünki sıfır rəqəmi Hindistandadır. Firona sitayiş edilməsi, nomların mövcud olması da aiddir. İkinci test, qədim Misir dövlətinə aid deyil. Damba adlanan bəndlərin tikilməsi aiddir. Hieroqlif yazılardan istifadə edilməsi aiddir. Hökümdarın ensi rütbəsi daşıması aid deyil. Piramidalar və sfinksi aiddir. Üçüncü test, Eradan əvvəl 4-cü minliyin sonu, 3-cü minliyin əvvəli yuxarı Misir və aşağı Misir padşahlıqları arasında mübarizənin səbəbi, məqsədi. Məqsəd Misiri vahid halda birləşdirmək idi. Görək ona uyğun nə cavab var. Qonşu ölkələrlə siyasi üstünlüyü ələ keçirmək, xeyr. Nubiyada qızıl mədənlərini ələ keçirmək, xeyr. Ön Asiyada möhkəmlənmək, xeyr. Çünki Misir Şimal-Şərqi Afrikadadır. Vahid Misir dövlətini yaratmaq, bəli, cavab olacaq D variantı. Hitlərlə müqavilə imzalamağa nail olmaq isə Ramzesə aiddir, 2-ci Ramzesə. Dördüncü test. Qədim Misirdə yuxarı və aşağı Misir padşahlıqları arasında mübarizənin nəticəsi. Qədim Misirin vahid dövlətə birləşdirilməsi ilə başa çatdı. Bəli, cavab A variantıdır, çünki digərləri səhvdir. Beşinci test. Manna və qədim Misir dövləti tarixinə aid oxşarlıq. Baş kahinin eyni zamanda hökümdar sayılması. Xeyr, bu yanlışdır. Əkin sahələrini sulamaq üçün Şaduf. Xeyr, bu Misirə aiddir. Dirlik ağacının geniş yayılması. Bu Mannadadır. Dövlətə hökümdar başçılıq etməsi isə hər ikisinə aiddir. Assuriyanın hücumu nəticəsində paytaxtın dağılması isə Mannaya aiddir. Deməli, cavab D variantıdır. Mannada hökümdar, Misirdə də Firon hökümdar idi. Həm də. 6-cı test. Atropatena dövləti ilə qədim Misir dövlətinin ictimai quruluşunda oxşarlıq. Ali kahin tərəfindən idarə olunması, xeyr, yanlışdır. Məhdud hökümdar hakimiyyəti, xeyr. Hələ ki, heç bir dövlətdə biz məhdud hökümdar hakimiyyəti görmürük. Hamısı qeyri-məhduddur. Quldar dövlət olması, bəli, cavab C variantıdır. Həlledici rolun xalq yığıncağına məxsus olması, feodal dövləti olması da yanlışdır. Çünki bu dövlətlər quldar dövlətlərdir. 7-ci test. Qədim Misir dövlətinə tabe edilməmişdir. Suriya, Fələstin, Finikiya, Nubiya, bunlar hamısı tabe edilib. Yunanistan isə Misirlə paralel dövrdə deməli adı yəni Misir mövzusunun içində ümumiyyətlə Yunanistan adı çəkilmir və Yunanistan tutulmayıb. Ona görə də cavab B variantıdır. 8-ci test. Qədim Misirlilərin adı buraxılan hökümdarını müəyyən edin. Xeops, Coser, Tutmos və 2-ci Ramzes olacaq. Cavab B. Çünki digərləri Aşoka Hindistan hökümdarıdır, Anubani Lulubi hökümdarıdır, Ariobarzan Atropatena, 3-cü Dara isə həməni. 9-cu test. Qədim Misir və Midiya dövlətlərinə aid oxşar cəhət. Eradan əvvəl 7-ci əsrin 2-ci yaşında süqut edib. Bu yanlışdır. Eradan əvvəl 4-cü minillikdə vahid dövlət kimi yaranmışdır. Xeyr, Midiya dövləti 4-cü minillikdə mövcud olmayıbdır. Babil tərəfindən süquta uğradılıb. Bu da yanlışdır. Makedoniya imperiyasının parçalanmasından yaranıb. Bu da yanlışdır. İşğalçı müharibələr aparıb. Bəli, variantı doğrudur. 10-cu test. Mixi yazı növünün yaradılması, ulduzlu xəritənin çəkilməsi, kompasın kəşfi. Mixi yazı Şumerdə, ulduzlu xəritə Misirdə, kompasın kəşfi isə Çindədir. Gəlin indi ona uyğun variant tapaq. Şumer, Misir, Çin. Cavab B variantıdır.